Dostlar salam, hər vaxtınız xeyir olsun. Bu dərsimizdə biz son zamanlar gündəmi ələ alan qamma levelləri option flow haqqında danışacağıq. Tək dərsdə sizə lazım olan demək olar hər şeyi burada izah edəcəm bu videoda. Gəlin ilk öncə baxaq görək niyə biz qamma levellərini öyrənmədik. Bunun üçün qısa bir yapay zəkadan soruşuram. Baxın bu şəkli zaten çox adam bilir trade başlayan. Bunlar daha korporativlərdir. Yazmışam ki, burada sual olaraq səncə bu ortamdakı traderlərin istifadə etdiyi ticarət strategiyası, konsepti və s. nələrdir? Nələrə baxırlar bir şeyi alarkən və yaxud da satarkən? Görək bizə nə cavab verəcək GPT. Geminidir bu arada. Deməli burada yazır. Baxın. Bunu oxuya bilərsiniz. Deyir ki, buradakı peşəkar fərdi traderlərin baxdığı standart indikatorlardan tamamilə fərqli birbaşa bazarın daxili mexanizminə əsaslanan konseptlərlə işləyir. Yəni RSI məktub falan baxmırlar. Bunlar nəyə baxırlar? Order flow, liquidity. Liquidity dediyimiz swing high, swing low deyil. Qiymət həcmə dayalı liquidity'yi göstərir. Bunlara baxırlar. Həcm və qiymətin strukturunun uyğunsuzluğunu, auction market teorisinə baxırlar. Aqressivliyə, absorpsiyaya baxırlar. Arbitraj və hedgingə baxırlar, əsasda hedging edirlər onlar. Bazarın açılış və bağlanış mexanizminə və s. bunlara baxırlar. Bəs market makerlar nələr diqqət edir? Belə. Və burada da market makerlərin market makerlər əsasən bildiyiniz kimi bazarda alış və satışı təmin edirlər. Yəni alış və satışı rahatlaşdırmaq üçün varlar və onlar da bu komissiyadan, spreaddən pul qazanırlar. Bu gün isə opsiyon marketdən danışacağıq. Opsiyon market makerlarının bazarı necə idarə etdiklərindən və onların bazardakı rolundan danışacağıq və bunun haqqında bunlarla tanış olacağıq. Və onlar opsiyon hedging eləyirlər. Delta, gamma exposure ilə məşğuldurlar. Bunlara baxırlar. Yəni artıq biz bu dərsdə bir növ market makerların necə işləyir, arxa planda özlərini necə qoruyurlar. Yəni indiyə kimi SMC və s. mənim özümün də öyrəndiyi konseptlərdə market makeri bir düşmən kimi göstərdilər. Yəni sanki onlar bizim stoplarımızı izləyirlər. Onlar bizi uduzdurmaq üçün varlar market. Amma biz bu gün baxacaq görəcəyik. Məsələn, opsiyon marketindəki market makerlar öz haylarındadır. Yəni biz onlara maraqlı deyilik. Onlar özləri zərər etməmək üçün marketlə mübarizə aparırlar və bu mübarizədə biz udada bilərik, udada bilərik. Biz isə bu dəfə onların işləm mexanizmasını bu dərsdə öyrənib opsiyon marketini necə yönləndirirlər, orada necə davranırlar, bunu anladıktan sonra biz də artıq gündəlik tradelərimizdə bunların istifadə etdiyi yanaşmanı kopyalayaraq biz də tradelərimizi o yöndə yaxud həmin zonalardan axtaracağıq və bu şəkildə hansı strategiyanı istifadə edirsinizsə edin, sizin trade həyatınız daha keyfiyyətli olacağına inanıram. Mən hazırda aktiv şəkildə bir ildir artıq order flow trade edirəm və bunu tədris edirəm. Order flow zaten yetər qədər keyfiyyətli eləyir bizim trade həyatımızı. Bununla da order flow birləşdikdə artıq növbəti bir səviyyə, bir üst səviyyəyə keçid eləyirik ticarət həyatımızda. İndi isə qaydaq dərsimizə. Qaydaq dərsimizə. Gəlin ilk öncə sadə şəkildə izah edeyim ki, bunların işləmə məntiqi nədir? Yəni bir market maker opsiyon bazarındakı market maker opsiyon nədir? Gəlin onu deyim ilk öncə. Opsiyon bir var normal trading. Məsələn biz futures trade edərkən bir yerdən alış əmri veririk və o qiymət qalxdığı müddətcə kar yazmağa başlayır, yaxud alış veririk, düşdüyü müddətcə zərər yazmağa başlayır. Yaxud da bir yerdən satış deyirik, sat dediyimiz zaman qiymət düşməyə başladıqca kontraktla satış veririk, aldıq qiymətdən. Və bu düşməyə başladıqsa satışdayıqsa kar yazır, xeyir yazır bizə. Yox, əgər qayıdıb yuxarı satış verdiyimiz yerin üstünə çıxırsa da biz zərər eləyirik. Yaxud da stop lossumuz buradasa gəlir bizi stop elətdirir. Amma opsiyon marketində, opsiyon bazarında necədir? Biz falan qiymətdən falan opsiyonu satma yaxud da alma hüququ əldə edə bilirik opsiyon bazarında. Məsələn,
S&P 500'ün indeksinin opsiyonlarını filan qiymətdən alma haqqını komissiyasını ödəyib alıram deyək ki, mən 6000 səviyyəsindən alış opsiyonunu aldım, tutaq ki 2 illik deyək. Yəni bu qiymət 6000-dən yuxarıda olduğu müddətcə mən opsiyonunu satıb karımı əldə edə bilərəm. Yəni 6000-dən alış opsiyonunun 2 illik alıramsa, bu deməkdir ki, mən 2 il ərzində bu qiymət sıfırlansa belə, yəni 1-ə düşsə belə, mən zərər eləmirəm. Ta ki 2 il ərzində nə vaxt ki, bu 3 ay aldığım vaxtdan 3 ay sonra da ola bilər, 1 il yarım sonra da ola bilər. Nə vaxt ki, mən təmin edəcək qədər yüksəklərdədirsə, mən artıq orada satıram opsiyonumu. Yəni mən 6000-dən almışdım. Alma haqqımı artıq burada satıram. Deyək ki, gəlib olub məsələn 9000. İndi rəqəmləri sallayıram. Yəni belə bir şeydir. Yaxud da satış haqqını falan qiymətdən 7000-dən tutaq ki, mən satış opsiyonunu alıram 1 illik. Yəni artıq qiymət düşdüyü zaman aşağılara 1 il ərzində. Mən deyə bilərəm ki, məsələn 3000-ə çatanda deyə bilərəm ki, mən 7000-dən satış opsiyonu haqqım var idi. Artıq mən bu xeyrimi götürürəm. Yəni buradan satanda mən xeyrimi götürürəm. Yəni məntiq sadə şəkildə belədir. Başqa, əgər 1 il ərzində mən bu opsiyonumu satmasam, sadəcə alış haqqı ya da satış haqqı üçün ödədiyim komissiya yanır. Başqa da heç bir şey. Mən zərər eləmirəm, yəni düşdüyü qədər. Sadəcə burada alanda məsələn $1000 pul vermişimsə bu opsiyonun alma ya da satma haqqı üçün. Sadəcə onu itirirəm 2 il ərzində yaxud da 1 il ərzində vaxtı bitəndən sonra. Neçə müddətlik almışamsa opsiyonu. Və market makerlar nə edir opsiyon bazarında? Market makerlar sizə opsiyonu əgər investor, yəni biz yatırımcı bir opsiyon alırıqsa, market maker avtomatik satan tərəfdir bizə. Yaxud bir opsiyonu, satış opsiyonu alırıqsa, yenə satan tərəfdir. Və yaxud da aldığımız opsiyonu bir yerdən sonra satırıqsa, market maker artıq alan tərəfi olur. Yəni biz alırıq bir opsiyonu, market maker tutaq ki bizə satdı. Yəni bunları təmizləyim. Rəngini dəyişdirim. Deyək ki, mən aldım, investor aldı. Düzdürmü? Long. Biz artıq long getməni istəyirik. Market maker mən alıramsa, market maker satan tərəf oldu. Market maker bizə satdı onu. Market maker qiymət qalxacaqsa, zərər eləyən tərəfə düşür axı satdığı üçün. Bu opsiyon bazarından söhbət gedir. Gəl bunu da yazaq, opsiyon. OPT yazıram bura. Market maker satdı, biz alış opsiyonu aldıq deyə, market maker satdı da bizə. Nəysə satdı. Yəni bizdən tərsə düşür avtomatik olaraq. Opsiyon bazarında S&P 500-ün SPX deyək buna. Bu qiymət başladı qalxmağa, tutaq ki, biz aldığımız üçün kar edirik. Amma market maker nə edir? Burada artıq zərər yazmaya başlayır. Amma market maker komissiya ödəmişdi də, bunu satanda biz komissiyasını götürüb zaten. İndi bu itirdiyi, bu qiymət qalxarkən burada market maker itirdiyi zərəri qarşılamaq üçün gedir futures bazarına, futures. Fut yazıram bura. Buradan S&P 500 indeksinin baza aktivi nədir? S1. Yəni futuresda. S1. Gedir artıq market maker'da bizə bunu satan moment, məsələn satıcı durumda daxı biz almışıq. Bu qalxdığı zaman itirməmək üçün bu gedir futures bazarında eyni yerdən alış əməliyyatı açır ki, bu burada yazdığı zərəri burada qazandığı pulla sıfırlasın. Yəni market maker'ın alış yaxud da satışdan gedən hərəkətdən qazanmaq üçün bir dərdi yoxdur. Onun tək dərdi bizə satdığı yaxud da bizdən aldığı şeyi zərər edərkən buradakı zərərini sıfırlamaqdır futures bazarında. Futures bazarından sıfırlasın ki, bu komissiya ona xeyir kimi qalsın. Məsələn, deyək ki, bu komissiyadan alış satış, məsələn, bizə satdı da, tutaq ki, biz aldıq, o satdı. Buna qaldı, məsələn, $100 xeyir. Rəqəmləri sallayıram. $100 xeyir qaldı bu alış satış prosesindən komissiya. Amma qiymət zərər yazır da burada market maker yuxarı getdiyi üçün. Bu bizə satanda avtomatik futures bazarında öz riskini sıfırlamaq üçün, hedgelemək üçün alış əməliyyatı açır burada. Eyni qədər. Buna uyğun şəkildə. Opsiyona uyğun şəkildə futuresdən
alış əməliyyatı açır. Və burada məsələn qiymət qalxanda məsələn burada deyək ki 5000 dollar zərər yazırsa market maker'a 5000 dollar zərər. Avtomatik olaraq eyni yerdə də eyni aktivin futuresında da 5000 dollar profit yazır. 5000 dollar profit. Yəni 5000 dollar mənfi 5000 dollar profit nə oldu? Sıfırlandı da, sıfır. Nə qaldı yerdə? Garantiyalı bunun komissiyası. Yəni tək dərdi market maker'ın bu alış-satışdan zərərsiz çıxıb komissiyasını götürməkdir. Başqa da heç bir dərdi yoxdur. Sizin stopları və s. izləyib eləmir. Və bunun üçün də riskdən qorunmalar metodları istifadə edir. Biri budur, bu şəkildə. Biri də ki, əgər bazarda dominant market maker'dırsa, bir ara-arta saxlayır. Yuxarı qiymət yüksəldikcə satır. Burada futuresdan satış əməliyyatları açır çoxlu-çoxlu, qiyməti vurur aşağıya. Yox, əgər çox düşürsə də alış əməliyyatları ilə bunu qaytarır balansa. Bir balans içində saxlayır qiyməti. Və yaxud da elə bir hallar da var ki, qiyməti ümumiyyətlə saxlaya bilmir market maker. Yəni qiymət düşürsə aşağıya. Yəni bunu vurub qaytara bilmir tezdən balansa. Məcburdur ki, bu düşüşlə bir yerdə hərəkət etsin. Nə edir? Market maker-da gedir futures bazarında daha çox satış eləyir. Biraz xırda bir düşüş baş verir, saxlaya bilməyəcək, çoxlu aqressiv şəkildə satmağa başlayır və bu da qiymətin daha da düşməyinə səbəb olur. Yaxud da volatilliyi yüksək olduğu halda biraz alış market başını qaldıran kimi avtomatik olaraq hedging eləmək üçün market maker-da aqressiv şəkildə alış eləyir və qiymət çox sərt qalxır və çox sərt düşür. Yəni market maker'ın hedging elədiyi bölgə qiymət səviyyələri var ki, indi biz də bu dərsdə onlardan danışacağıq. Yəni bəsit məntiq bu şəkildədir. Yəni market maker'ın tək dərdi bu komissiyasını heç bir zərər eləmədən götürməkdir. Bütün zərəri sıfırlamaqdır. Yəni opsiyon bazarında etdiyi zərəri futures bazarında qarşılamaqdır, yaxud da dominantlıq market maker'dadırsa futures bazarı ilə bu opsiyon marketini balansda saxlamaqdır. Belə, opsiyon nədir? Futures. Siz S1, S&P 500 alıb satırsınız, qiymət hərəkət eləyir, siz qazanırsınız, yaxud da itirirsiniz. Az öncə danışmışdım. Opsiyon isə başqasının hüququdur. Məsələn, call. Opsiyonu məsələn futuresda long short demirik, tutaq ki. Burada da məsələn call put var da. Məsələn, call deyəndə yəni mənə hüquq verir ki, SPX-i, yəni S&P-nin opsiyonunu X qiymətində almağa icazə ver. Yəni qiymət yüksəlsə mən qazanıram. Put nə idi? Mənə hüquq verir ki, S&P 500 indeksini X qiymətindən satmağa icazə verir. Yəni bir illik yaxud bir il ərzində mən həmin qiymətdən istədiyim vaxt sata bilərəm. Opsiyonda milyonlarla insan hər gün alıb satır. Bu böyük pul axını isə futures qiymətinə təsir edir. Yəni opsiyon piyasalarının marketinin bazar həcminin diaqramı var burada. 2024-ə qədərdir. Yəni 25 ilə 26 daha da yüksəkdir. İndi bunu tapdım sadəcə mən. Məsələn, baxın 2002, 2004, 2010 kimi demək ki, o qədər həcm yoxdur. Amma son dövrlərə baxırıq, 2020-dən indiyə qədər daha da aqressiv şəkildə artmağa başlayır. Və artıq bazarın 50%lik hissəsində bu opsiyon marketinin payı var. Yəni bazarı yönləndirir, istiqamətləndirir. Ona görə artıq biz də opsiyon marketində nə baş verir? Artıq bunu bilmək məcburiyyətindəyik ki, kör-körənə trade eləməyək. Texniki analizin məhdudiyyətlərindən danışaq. Niyə opsiyon traderi opsiyon haqqında maraqlanmalısınız? Texniki analiz nəyə ölçür? Qiymətin nə etdiyini əks etdirir. Trendlər, qrafik formasiyaları və indikatorlar. Məlumat mənbəyi keçmiş qiymət və həcm göstəriciləri, qrafikdəki şamlar. Zamanlama keçmişə yönəlikdir. Yəni indikatorlar artıq formalaşmış və qrafikə düşmüş qiymətlərdən törədiyi üçün geridən gəlir. Üstünlük, tək başına etibarlı bir statistik üstünlük yoxdur. Ən yaxşı halda sadəcə təsdiq və uzlaşma üçün istifadə olunur. Yəni bu tək başına sadəcə qiymətə baxıb artıq trade eləmək əlverişli deyil. Niyə? Çünki artıq marketdəki aqressivlik dəyişə-dəyişə gedir. Bir yerdən sonra bunların işlevsəlliyi olmayacaq. Bazardakı həcmi anlamasınız. Amma opsiyon axını, opsiyon trading, opsiyon flow-u öyrənsəz, siz necə bir üstünlük əldə edirsiniz? Nəyə ölçür? Məsələn, böyük oyunçuların hal-hazırda nə etdiyini göstərir. Harda hedging eləyə bilərlər, hansı qiymət səviyyəsində, hansı strike-da məsələn reaksiya ala bilər, yaxud hansı qiymət önəmli qiymət səviyyəsi keçirsə, bazar
necə bir necə deyim, vəziyyətə keçəcək. Konsolidasiya yaxud da ki, trend olacaq. Bunları məsələn görməyimizə, ölçməmizə kömək edə bilər və gələcəyə yönümlülük bizə proqnozlar verir, keçmişə baxmır. Məlumat mənbəyi opsiyon əməliyyatları açıq maraq, open interest, mövqeləmə və dilerlərin, market makerların məcburi hedgeləmə ehtiyacları. Yəni bunu artıq elə bir qiymət səviyyələri ki, məsələn həmin qiymət səviyyələrində artıq market maker zərər etməmək üçün bunları eləməyə məcburdur. Yəni bu da yüksək ehtimallı hala gətirir, çıxardır qiymətin etməli olduğu şeyləri. Öncədən təxmin etməyə bizə kömək eləyir. Zamanlama gələcək yönəlikdir. Opsiyonlar gələcək qiymət planlaması üzərində edilən mərslər və yaxud da hedgelərdir. Bu hedgeləmə fəaliyyəti bazarda gələcəkdə real alış və satış təzyiqi yaradır. Üstünlüyümüz nədir? Düzgün oxunduqda gələcəyə yönəlik güclü üstünlük təmin edir. Order flow təzyiqinin növbəti addımda hardan gələ biləcəyini müəyyən edir. Hedgeləmə yaxud da bir yerdə pinləmə qalır orada, yaxud da sıxışma riskini görə bilirik. Qamma səviyyələri. Biz bunu opsiyon flowda qamma səviyyələri sayəsində görəcəyik, təxmin edəcəyik. Qamma səviyyələri nədir? Qamma səviyyələri opsiyon mövqelərindən törənən qiymət zonlarıdır. Bu səviyyələr dilerlərin və market makerların öz opsiyon risklərinə əsasən hansı zonlarda aqressiv şəkildə hedgeləmə edə biləcəyini əks etdirir. Məsələn, falan qiymət səviyyəsinə deyək ki, qiymət qalxa-qalxa gedir. Biz sadə şam qrafikində baxsaq boşluq görərik. Yəni qiymətin qabağı boşluq heç nə yoxdur. Amma biz opsiyon flowla bu qamma levellərini anladıqda, gördükdə biz bilə bilirik ki, artıq market makerların orada hedging edəcəyi qiymət səviyyəsi var da. Yəni bu alışı oradan tərsinə çöndərə bilərlər yüksək ehtimallı şəkildə. Niyə? Çünki onlar bir balanslı saxlamalıdır qiyməti. Yaxud da ki, aqressivdirsə, volatil marketdədirsə, hansı qiyməti keçdikdən sonra qammalarla görürük bunu, qamma səviyyələri ilə. Biz artıq strategiyamızın hansını seçməliyik həmin gün. Bunları görməyə kömək edir və biz mentorq.com, yəni ən azından mən hələ ki bunu istifadə edirəm və bunun üzərindən danışacağıq hər şeyi. Mentorq-də biz hər bir aktiv üçün bütün opsiyon zəncirlərini analiz edirik. Bütün strike'lar, strike nədir? Qiymət səviyyələrdir. Bu opsiyonların alınıb satıldığı səviyyələr. Və 0 DTE, 0 DTE nədir? Eyni gün bitən opsiyonlar. Yəni opsiyonlar bir şeyin alırsınız, neçə vaxt ərzində sizin dediyiniz olacaq yoxsa olmayacaq qiymət səviyyəsində. Alışdırsa həmin qiymət səviyyəsinin üzərində olacaq yoxsa yox. Və bunların son günü qalıbsa bu 0 DTE, yəni eyni gün bitən opsiyonlar adlanır. Yəni bitməsinə 0 gün qalıbdır. Yəni həmin gün axşam market bağlananda həmin opsiyonlar bitir və bunlar daha aqressiv olur və bunların qamma levelləri nisbətən daha həssas olur. Qiymət ora dəyəndə reaksiya alma ehtimalı daha yüksəkdir. Bu səviyyələr gələcəyə yönəlik bazarın diler baxış bucağından struktur olaraq necə mövqələndiyini əsaslanır. Yəni market maker gözü ilə baxırsınız artıq bazara ki, hansı qiymət səviyyəsi risklidir, hansı qiymət səviyyəsi önəmlidir, hansı qiymət səviyyəsində dəstək direnç zonları daha güclüdür. Bunları görə bilirik. Bazar aktivi nədir? Və daha doğrusu baza aktivi nədir? Baza aktivi az öncə danışdım. Baza aktivi opsiyon müqaviləsinin arxasında dayanan real məhsuldur. Məsələn, opsiyon özlüyündə sadəcə bir müqavilədir və tək başına dəyəri yoxdur. Onun dəyəri tamamilə bu real məhsulun qiymətindən törür. Opsiyonu yəni siz order flowda açıb içinə baxa bilmirsiniz, footprintə və s. amma baza aktivinə baxa bilirsiniz. Futures bazarında nümunə məsələn, əgər siz Nasdaq NQ futures'ı yaxud da S&P 500 futures'ı üzərindən bir opsiyon alıb satırsınızsa, buradakı NQ və S futures'ın özü baza aktividir. Yəni S&P'nin baza aktivi nədir? SPX. Daha doğrusu SPX-in baza aktivi S'dir. Yəni S&P futures'ı. Belə. Opsiyon müqaviləsi bu aktivin gələcəkdə hara gedəcəyi üzərinə qurulur. Delta nədir? Delta isə opsiyon dünyasının ən kritik göstəricilərindəndir. Bu arada bu PDF-i yükləyəcəm. Bu PDF bir növ opsiyon flow haqqında dərslik olacaq. Çünki hər şeyi bir yazmışam bura. Burada dərsliyi də özünüz oxuya bilərsiniz, əgər məni başa düşməsəz. Deməli, iki əsas mənəgər. Birincisi, qiymət hərəkəti nisbəti riyazi məntiqlə delta qiymət hərəkəti nisbətidir. Yəni baza aktivinin, yəni S&P-nin qiyməti $1 dəyişdikdə opsiyon qiymətinin neçə sent dəyişəcəyini göstərir. Nümunə, əgər bir kal opsiyonun deltası 0.50 edirsə, futures qiyməti $1 artanda sizin opsiyonunuzun dəyəri də 0.50 sent artacaq.
Deltanın dəyəri 0 ilə 1 arasında olur, dəyişir. Yəni biri keçmir yuxarı və bu hər dəfə sabit qalmır. Bu delta dəyəri dəyişə də bilir. Yəni anlıq olaraq qiymətin volatilliyinə və sair digər şeylərə bağlı olaraq bu 0.5 həmişə 0.5 olaraq qalmayacaq. Bu 40-a da düşə bilər, 30-a da düşə bilər, yaxud 70-ə qalxa bilər, 80-ə qalxa bilər, 85 ola bilər, təzədən düşə bilər 60-a. Yəni bu şəkildə göstərir delta dəyişimini. Daha sonra market maker'ın hedgeləmə öhdəliyi nədir? Mexaniki məntiq. Bunu bir order flow trader kimi başa düşmək daha vacibdir. Delta əslində market maker'ın riskini sıfırlamaq üçün futures bazarında neçə lotluq mövqe açmalı olduğunu göstərən bir dərəcədir. Yəni burada nümunə də qoymuşuq. Mexaniki nümunə məsələn siz bir market maker'dan deltası 0.60 olan bir ədəd call opsiyonu alırsınızsa, bu zaman siz yüksəlişə mərc edirsiniz. Market maker isə sizə bu opsiyonu satdığı üçün avtomatik düşüş tərəfində shortda olur. Yəni artıq qiymət qalxırsa market maker zərər, siz kar edən tərəfə düşürsüz. Və bu zərəri sıfırlamaq üçün az öncə dərsin başında sadə şəkildə danışmışdım, vizual şəkildə. Və market maker istiqamət riski istəmir. Məqsədi neytral qalmaqdır. Deltamız bizə 0.60 delta ilə bir ədəd call opsiyonu satdığı üçün, deltamız 0.60 olduğu üçün market maker riskini sıfırlamaq üçün dərhal futures bazarına, yəni opsiyonda satdığı 0.60 deltalı məhsulu sıfırlamaq üçün futures bazarında 0.60 müqavilə ekvivalentində, məsələn, buna uyğun hansıdır? Məsələn, 60 lot, 60 kontrakt deyək də, indi nümunə çəkirim. Alış əməliyyatı açır ki, bu riskin sıfırlasın, komissiyasını götürsün. Beləliklə, delta bizə həm də market maker'ın spot və yaxud da futures bazarında yaradacağı real alış-satış təzyiqinin həcmini göstərir. Bəs gamma nədir? Gamma isə bu demişdik ki, hər futures'ın hər $1 qiymətindəki dəyişimini göstərir bizə delta. Və delta demişdik sabit qalmır da 0 ilə 1 arasında gedir gəlir anlıq olaraq. Gamma isə deltanın sürət qüsusudur. Yəni baza aktivinin, məsələn futures'ın qiyməti hərəkət etdikcə deltanın nə qədər sürətlə dəyişdiyini göstərir. Məsələn delta anlıq olaraq 10-a düşür, qalxır 50-yə, yaxud qalxır 70-ə. Bunun sürətini artıq bizə gamma göstərir ki, gamma nə qədər çox yüksəkdirsə, o qədər volatilliyi artır. Niyə vacibdir? Çünki market maker'lar aldıqları riskləri sıfırlamaq, hedgələmək üçün futures bazarındakı, futures bazarından alış və yaxud da satış etmək məcburiyyətindədirlər. Gamma yüksək olduqda təhlükə başlayır. Yəni market maker üçün təhlükəli vəziyyətdir. Yəni bu o demək deyil ki, market maker'dır deyə onlar hər şey rahatdır. İstəklərini eləyə bilmirlər. Onlar da zərər eləyə bilərlər və bunu eləməmək üçün, zərərdə olmamaq üçün anlıq olaraq sürətli olmalıdırlar. Gamma yüksək olduğunda təhlükə başlayır. Qiymət biraz hərəkət edən kimi market maker'ların deltası çox sürətlə dəyişir. Bu isə onları qorunmaq üçün bazarda daha aqressiv və böyük həcmlərlə əməliyyat etməyə məcbur eləyir futures bazarında. Deməli, bazar yaradıcısının hedgeləmə mexanizmi. Bunu zaten danışdım başdan, yenə təkrardan oxuyaq. Bir investor opsiyon aldıqda və ya satdıqda qarşı tərəfdə hər zaman likvidliyi təmin edən bir bazar yaradıcısı market maker olur. Yəni bu futures bazarından biraz fərqlidir. Niyə? Çünki futures bazarı daha likvid bir bazardır. Məsələn, S-in özündə, Nasdaq'ın özündə əməliyyat açarkən sizi qarşılayacaq başqa bir investorun əməliyyatı ola bilər. Yəni market maker birbaşa onu qarşılamaq məcburiyyətində deyil. Çox vaxt o qarşılanmır. Yəni başqa bir order, limit order yaxud da limit order sizin market orderinizi qarşılayır. Amma opsiyon bazarında bunu adətən market maker qarşılayır, yaxud da qurumlar qarşılayır. Ona görə özlərini riskdən qorumaq üçün fəaliyyətlər eləyirlər arxa planda. Ona görə biz opsiyon market makerlərinin nə etmək istədiyini başa düşsək, bizim normal gündəlik futures tradelərimizə yaxşı təsir edəcək. Bazar yaradıcıları istiqamət riskini sevmirlər, yəni market makerlar istiqamət riskini sevmirlər. Onların yeganə məqsədi komissiyadan qazanmaq və götürdükləri riskləri sıfırlamaq, yəni neytrallaşdırmaqdır. Mexaniki analiz kim hansı addımı atır? Baxaq. Investor long call, yəni alış opsiyonu alarsa, investorun məqsədi qiymətin yüksəlməsini gözləyir. Niyə? Çünki alış opsiyonu alıb və yüksəlib satmağını istəyir də. Bazar yaradıcısının vəzifəsi sizə bu opsiyonu satdığı üçün short call mövqeyinə düşür. Qiymət yüksələrsə zərər eləyəcək, negativ delta olacaq. MM'in qorunma üsulu hedging. Baza aktivini alır, yəni futures'ı alır. Buying underlying, İngiliscə o qədər yetmədi bura. Bu proses İngiliscə belə adlanır. Baza aktivini alır əgər satıbsa.
Qiymət yüksəldikcə əlindəki futureslərdən aktivdən qazanır. Yəni sizə satdığı üçün satış prosesində də opsiyon tərəfdə, amma futures tərəfindən aldığı üçün satışda məsələn zərər yazırsa, bu tərəfdə eyni zamanda kar yazır da. Ona görə də 0-a 0 gedir, komissiyasını götürür sonra. Və beləcə opsiyondan etdiyi zərəri bağlayıb riskini sıfırlayır. Sonra investor short call opsiyonu satarsa, alış opsiyonu satarsa, baxın, investor məqsədi qiymətin düşməsini və yaxud da sabit qalmasını gözləyir. Bazar yazıcısının vəzifəsi sizdən bu opsiyonu aldığı üçün long call mövqeyindədir. Yüksək. Qiymət yüksələrsə qazanır, düşərsə zərər edir. MM'in qorunma üsulu hedging, bazı aktivini satır. Shortlayır, qiymət düşsə etdiyi satışdan qazanaraq opsiyon tərəfindəki riski tarazlayır. Üçüncü isə investor long pot, yəni satış opsiyonu alarsa, investor qiymətinin düşməyini gözləyir, market maker isə düşməyini gözləmir və market maker qorunma üsulu olaraq bazı aktivini satır, yəni shortlayır digər tərəfdən ki, shortdan itirdiyi pulu digər shortdan qazansın və komissiyasını götürsün. Və yaxud da investor short pot, burada long idi, burada short, satış opsiyonunu satarsa, investorun məqsədi qiymətin yüksəlməsini və ya sabit qalmasını gözləyir. Bazar yazıcısının vəziyyəti isə sizdən bu opsiyonu aldığı üçün long put mövqeydədir. Qiymət düşərsə qazanır, yüksələrsə zərər edir. MM'in qorunma üsulu, yəni market maker'ın qorunma hedging üsulu bazı aktivini, yəni futures'dan alır və qiymət yüksəldikcə əlindəki aktivdən qazanaraq mövqeyini tarazda saxlayır. Belə. İndi isə qamma və volatillik bazarının iki fərqli halı var. Biri yüksək qamma vəziyyəti, yəni high qamma, biri də ki düşük qamma vəziyyəti, yəni low qamma, yəni sakitlik sayılır. Deməli, yüksək qamma vəziyyətində bazarda qamma yüksək olduqda hər şey çox sürətli və aqressiv inkişaf edir. Belə ki, delta sürətli sıçrayır, yəni spot bazarındakı ən kiçik qiymət hərəkəti belə opsiyonların deltasını anidən dəyişir. Aqressiv hedgləmə. Delta reaktiv sürətli dəyişdiyi üçün bazar yazıcıları, yəni market makerlar qorunmaq üçün spot futures bazarında anlıq və böyük həcmlərlə alış-satış etmək məcburiyyətində qalırlar ki, zərər eləməsinlər. Və yüksək volatillik olur. Bazar yazıcılarının bu məcburi və nəhəng order flow axını qiymət hərəkətini daha da alovlandırır. Qiymət yüksəlirsə daha sürətlə qalxır, düşürsə də daha sərt düşür. Yəni yüksək qammada düşəndə market makerlar aqressiv satdıqları üçün daha da çox düşür. Biraz qalxmağa başlayanda market makerlar aqressiv şəkildə qorunduğu üçün daha da sərt qalxır yüksək qamma vəziyyətində. Amma düşük qamma vəziyyətində necə olur? Bazarda qamma aşağı olduqda mühit çox daha sakit və stabil olur. Delta yavaş dəyişir. Spot qiymətindəki hərəkətlər opsiyonların deltasına ciddi təsir göstərmir. Daha az hedgləmə ehtiyacı olur. Delta stabil qaldığı üçün bazar yazıcılarının durmadan spot bazara girib pozisiya düzəltməsinə ehtiyac yaranmır. Balanslı qiymət hərəkəti bazar yazıcıları tərəfindən aqressiv bir alış-satış təzyiqi gəlmədiyi üçün spot bazarı öz təbii axınında daha sakit şəkildə, yəni konsolidasiya olur adətən belə olanda. Zəif hərəkətlər olur. Bunun məntiqi nə idi? Bunun məntiqi odur ki, dərsin başında məsələn demişdik, gəlin bunu çəkim göstərim. Dərsin başında demişdik ki, delta 0 ilə 1 arasında dəyişən bir şeydir, yəni stabil bir dəyəri yoxdur. Delta yüksək qamma vəziyyətində tez-tez dəyişir. Gedir, gah olur 10, gah olur 20, 30, 40, tez-tez dəyişir. Axı market makerda bu delta dəyərinin ekvivalenti qədər futures bazarında order açır da, məsələn 60 kontrakt, yaxud 100 kontrakt nə qədərsə. Bu tez-tez dəyişdiyi zaman market maker məcbur ki, bu dəyişdiyi sürətdə anlıq olaraq keçsin futures bazarındakı əməliyyatını dəyişsin, düzəltsin, əlavə etsin üstünə. Çünki niyə zərər eləməsin deyə. Və bu zamanda anlıq dəyişimləri çatdıra bilmədiyi üçün sərt alışlar eləyir. Ona görə bazar daha volatil olur. Yəni hərəkət, satış böyük gəlir, alış da böyük gəlir. Low qamma, yəni ikinci vəziyyətimizdə burada. Düşük qamma vəziyyətində isə artıq o qədər də dəyişmir. Yəni 10-dırsa məsələn maksimum 11 ola bilər. Məsələn 0.1-dirsə delta dəyişir, məsələn olur
12 tutaq ki. O qədər ciddi bir dəyişiklik olmadığı üçün ehtiyac duymurlar, əlavə eləsinlər orderlərin üstünə. Bu zamanda market daha sabit hərəkət edir. Bir balanslı olduğu yerdə hərəkət edir. Sakit vəziyyətdə. Daha sonra xalis qamma riski. Net qamma exposure nədir? Baxın. Bizim baxacağımız, levellərimizi təyin edəcəyimiz panel bu paneldir. Bunu da bizə Mentor Q platforması təmin edəcək. Yaşıl sütunlar nədir? Yəni biz cədvəldə baxanda yaşıl sütunlar görəcəyik bu şəkildə qamma levellərini. Bu qamma diaqramıdır. Yaşıl sütunlar kal qamma riskini, yəni kal qamma exposure göstərir. Yəni bu zonalar müsbət qamma sahəsidir. Qiymət bura daxil olduqda bazar yazılarının hedcləmə mexanizmi bazarı stabilləşdirməyə və dəstəkləməyə meyilli olur. Qırmızı sütunlar nədir? Bura isə put qamma riskini göstərir. Yəni bu zonalar mənfi qamma, negativ GX sahəsidir. Qiymət bu səviyyələrə düşdükdə dilərlərin məcburi short hedcləmələri, volatillik və düşüş sürəti arta bilər. Yəni vizual olaraq necə olacaq deyək qrafikdə? Qrafikdə bu proses qammanın, baxın burada qiymət səviyyələri var da. Qiymət bu üst səviyyələrdə olanda bu qamma levelləri qiyməti balanslı saxlayırlar tutaq ki. Yox, əgər aşağı düşəndə negativ tərəfə, burada məsələn short daha üstün olur. Yuxarıda alış daha üstün olur. Rəngini dəyişim. Bu aşağı düşəndə sərt hərəkətlər, məsələn bazarın axıb getdiyi yaxud da daha böyük hərəkətlərin olduğu hissə negativ qamma olur. Qırmızı hissədə. Ən geniş sütunlar dilerlərin ən çox risk daşıdığı strike'ları göstərir, qiymət səviyyələrini göstərir. Baxın burada. Bu qamma levelinə, qamma cədvəlinə baxanda diaqramda ən çox çıxıntısı olan sütun bizim call resistance və put support zonalarımızı göstərir. Yuxarıdakı yaşıl, ən uzun yaşıl bizim call resistance qiymət səviyyəmizdir. Ən böyük qırmızı leveldə bizim put support zonamızdır. Yəni burada məntiq nədir? Baxaq, indi görəcəyik onları. Bu qrafik bizə bazar təzyiqinin struktur xəritəsini təqdim edir. Axının, yəni flow'un harada tərs dönmə ehtimalı var. Böyük qamma səviyyələrini toxunan qiymət çox vaxt geri qalır. Yəni qiymət gəlib ən böyük sütun haradır? Ora dəyəndə oradan reject yemə ehtimalı yüksəkdir. Məsələn, qiymət gəlir. Burada çatanda burada məsələn reject yemək ehtimalı yüksəkdir aşağı yönlü, yaxud bura gəlib çatanda buradan reject yemək yuxarı yönlü ehtimalı yüksəkdir. Yaxud da gəlib üstünə çıxdığı anda pullback verib daha da yuxarı gedə bilər, yaxud da bunun aşağısına qırıldığı zaman pullback verib daha da aşağı gedə bilər. Yəni bunlar bizim üçün bir əhəmiyyətli, güclü zonalar olacaq. Korporativ dəstəkli. Harada hərəkət sürətlənə bilər? Müəyyən zonalardan keçid dilerlərin hedcləmə təzyiqlə hərəkəti daha da sürətləndirir. Pinning davranışı qiymətin əsas strike səviyyələrinin yaxınlığında necə tələyə düşdüyünü və orada necə sabitləndiyini göstərir. Gəlin baxaq indi bu səviyyələrə ayrı-ayrılıqda. Ümumiyyətlə qamma levellərini biz qrafikimizə təyin etdikdə bu şəkildə bir görüntü olacaq. Məsələn, trade seansına başlamazdan əvvəl biz qamma levellərimizi, önəmli qamma levellərimizi qrafikimizə keçiririk bu şəkildə və qiymət gəlib oralara çatanda oralarda təsdiq axtaracağıq və yaxud da bazarın necə reaksiya verəcəyinə baxacağıq həmin qiymət səviyyələrinə. Bu qiymət səviyyələrinə iki cür istifadə edəcəyik. Biri zona kimi, dəstək direnç zonaları kimi qırıldı pullback-indən girəcək, yaxud da toxundu rejectindən girəcək, yaxud da ki, hədəf olaraq önəmli səviyyələr maqnit görəvi görür və qiyməti çəkir özünə doğru. Məsələn, buralardan əməliyyat daxil olanda ilk zonamıza baxırıq. Yüksək ehtimallı bir maqnit zonasına qiymətin getmə ehtimalı yüksək olur və bu qamma levellər sayəsində ararınızı da daha da böyüdə bilirsiniz. Pozitiv və negativ qamma bazarın pərdə arxasında necə hərəkət etdiyini göstərir bizə. Yəni saf qrafikə baxsaq biz bilə bilmərik ki, qamma pozitivdir yoxsa negativdir. Biz də təbii ki, bu diaqramdan istifadə edərək qammanın müsbətdən mənfiyə keçdiyi zonaları tapa biləcəyik. Bu əslində bazardakı qiymət hərəkətinə niyə bəzən çox stabil, bəzən də nəzarətdən çıxmış kimi volatil olduğunu izah edən bir arxa plan mexanizmasıdır.
Yəni bunu anladıqda siz həmin suala cavab tapırsınız ki, bazar niyə hansı bəzi qiymət səviyyələrində çox ləng hərəkət eləyir, bəzi qiymət səviyyələrində isə dəli kimi axır gedir və böyük hərəkətlər eləyir aqressiv şəkildə. Bunun cavabı elə pozitiv və neqativ qammadır. Müsbət qamma, yaşıl tərəf dostumuz, market maker gözündən baxarsaq, market makerlər pozitiv qammada olmaq istəyir. Neqativ qamma onlar üçün təhlükəli zonadır. Niyə? Çünki çox aqressiv dəyişir delta. Burası bazarın əyləncə mexanizmasıdır. Burada dominantlıq market makerdadır. Amma burada dominantlıq qiymətdədir. Burada bu əyləncə mexanizmasıdır. Yəni opsion satın alan şəxslər müsbət qammaya sahib olurlar. Lakin bazar qurucusu burada short qammalar sənə satdığı üçün bazar qurucusu necə hedge edir burada? Baxın, qiymət düşərkən alır, yüksələrkən də satır. Ona görə bir balans içində konsolidasiya saxlaya bilər. Məsələn, dominantlıq market makerdə olduğu üçün yüksələn bazarı təzədən vurub aşağı sala bilər. Yaxud düşən qiyməti təzədən vurub balansa orta nöqtəyə qaytara bilir. Nəticədə volatilliyi aşağı olur. Bazar qurucusu qiymət düşərkən alıb, yüksələrkən sataraq bazarı sanki bir rezin kimi mərkəzdə saxlayır. Yəni rezin dartılan kimi buraxanda qayıdır həmin yerinə, orta nöqtəsinə. Bu bazar elə irəliləyir, balans vəziyyətində. Bu səbəbdən müsbət qamma mühitləri ticarətdə adətən yavaş, sakit və koridor bazarları olur. Mənfi qammada isə təhlükəli istəyir özün market maker, opsion market makerları və burası bazarın yanacaq və ya turbo mexanizmasıdır. Yəni bazar qurucusu, market makerlar, dealerlar investorlara çox sayda opsion satdığında bazar sərt bir tərəfə qırıldığında mənfi qammaya düşür. Bazar qurucusu necə hedge eləyir? Qiymət düşərkən satır, futures tərəfində satır çoxlu. Yəni qiymət düşdükcə bazar qurucusu daha çox satmaq məcburində qalır. Qiymət yüksələrkən isə alır. Yəni qiymət yüksəldikcə bazar qurucusu daha çox almaq məcburiyyətində qalır. Ona görə də bu neqativ qammada alış həqiqətən də alış kimi gəlir. Biraz hərəkət edir. Satışlar isə daha da axır gedir. Yəni ümumilikdə neqativ və pozitiv qammada üstünlük istiqamətsel olaraq üstünlük müsbət qammada long əməliyyatlara üstünlük veriləcək. Ümumilikdə konsolidasiya olsa belə longlar daha üstündür. Neqativ qammada isə həm long, həm short daha aqressiv olsa belə shortlar daha üstün olacaq. Qamma anlayışlarının sadə fərqi. Baxın, high qamma ilə low qamma danışdıq az öncə. Daha arxasıca da neqativ və pozitiv qamma. Çox adam bunlar qarışdırır, amma təxmini eyni olsa da biraz fərqləri var. High low qamma işin sürətini və şiddətini, həcmini göstərir. Pozitiv və neqativ qamma isə işin istiqamətini və bazar yaradıcısının, market makerin nə edəcəyini göstərir. High low qamma qaz pedal həssaslığı kimi düşünün. Yəni bu anlayış sadəcə hərəkətə qarşı nə qədər həssaslıq sualına cavab verir. İşin içində hələ dealerlərin alış yoxsa satış edəcəyi məlumatı yoxdur. Onu bilirik ki, hərəkət sürətli olacaq yoxsa yavaş olacaq. High qamma olanda qaz pedalı həddindən artıq həssasdır. Yəni maşın sürəndə deyək ki, qaza biraz toxunan kimi sürəti alır gedir, yəni turbo modundasan. Yox əgər eco moddasansa da low qamma olur. Yəni biraz tam pedalı axıra kimi bassam belə qaz pedalını, yenə də sürət birdən-birə uçmur. Yavaş-yavaş, tədricən artmağa başlayır. Həssaslığı azdır. Yəni high low qamma sadəcə bu həssaslığı, sürətin göstərəcək ki, nə qədər sürətli olacaq hərəkət. Longdur, shortdur bunu demir. Amma pozitiv və neqativ qamma sükanın istiqamətini göstərir bizə. Bu anlayış isə qiymət hərəkət edərkən bazar yaradıcısı, yəni market maker əyləc basacaq yoxsa qaza sualına cavab verir. Yəni pozitiv qamma market maker axına qarşı hərəkət eləyir. Yəni yuxarıda pozitiv qamma dominant olduğu yerdə qiymət yüksələrkən satır, düşərkən alır. Bazarı tarazlayır. Volatilliyi azaldır. Neqativ qammada isə qaz turbo mexanizması, market maker axınla bərabər hərəkət edir. Qiymət yüksələrkən daha çox alır, düşərkən isə daha çox satır. Yanğına benzinlə gedir, volatilliyi coşdurur. Bu iki anlayış necə birləşir? Analizlərə bu iki data yan-yana gətirərək əsasən iki kritik ssenari oxunur. Pozitiv və yüksək qamma ən güclü olan budur. Əyləc mexanizması.
Market makerın əlində çox güclü bir əl edici mexanizmi var. Qiymət nə vaxt başını qaldırsa, sərt satır. Nə vaxt düşsə sərt alır. Yəni pozitiv qamma bazarında əgər görürüksə, oradayıq. Breakoutları trade eləmirsiniz. Yəni bir qırılım gəldi, pullback-dən long axtarmırsınız. Həmin qırılımı fade, extreme fade olaraq, yəni təkrardan balansa qayıdacağını artıq ehtimal edirik və bu balansı geri dönüş trendləri axtarırıq. Yaxud düşdü aşağıya, aşağı demirik, trend başladı. Təkrardan balansa qayıtma ehtimalını trade eləyəcəyik daha çox. Negativ qammada isə breakoutlar gəlirsə, həmin breakoutun davamının trend gəlmə ehtimalı daha yüksək olur. Negativ və yüksək qammada isə baxın, market makerın əlində aşırı həssas bir turbo mühərriki var və qiymət biraz yüksələn kimi panika ilə dəllər kimi almağa başlayır, yaxud düşən kimi dəllər kimi satmağa başlayır. Nəticədə texniki analiz dəstəklər və müqavimətlər kağız kimi cırılıb keçilir. Yəni sənin nə qədər güclü təsdiqin olar ki, burada order block var, burada nə qədər FVG var və s. support, resistance zonan var. Bunların hamısı tək səfərdə keçilə bilir aşağı yaxud yuxarı yöndə, daha çox aşağı yöndə. Zero DTE opsiyonları nədir? Elə həmin gün vaxtı bitən, müddəti başa çatan eyni günlük opsiyon müqavilələrdir. Bu opsiyonların verdiyi qamma levelləri bizə daha həssasdır və yüksək qammaya sahibdir və aqressiv hərəkətlər olur. Yəni bu opsiyon müddətlərinin bitməsinə saatlar qaldığı üçün qiymət dəyişikliklərinə qarşı həddindən artıq həssasdırlar və yüksək qamma daşıyırlar. Real zamanlı təzyiq baza aktivini bindəki, məsələn, NQ Futures'dəki lap kiçik qiymət hərəkəti belə dilerlərin deltasında nəhəng dəyişikliklərə yol açır və bu isə bazar yazılarının real zamanda çox sürətli və aqressiv şəkildə hedjlənmə, yəni açıq əməliyyatlara dəyişən delta ilə birlikdə əlavələr etməsinə məcbur eləyir. Gün içi intraday səviyyələrinin formalaşmasını təmin edir bu Zero DTE opsiyonları, yəni həmin gün bitir deyə həmin gün önəmli səviyyələr daşıyır və dəstək və müqavimət bu sürətli hedjləmə axını xüsusilə populyar strikelarda və yuvarlaq rəqəmlərdə, psixolojik rəqəmlərdə gün daxilində güclü dəstə və müqavimət zonaları formalaşdırır. Sərt impulslar Zero DTE həcmləri dilərlərin eyni anda eyni istiqamətdə qaçmasına səbəb olduqda gün daxili çox sərt və kəskin istiqamətli hərəkətlər, momentumlar yaradır. Və bizim istifadə edəcəyimiz qamma levelləri birinci səviyyə və ikinci səviyyə levellərimiz var. Birinci əsas levellərimiz bunlardır. Call Resistance, Spot Support, HVL, 1 day minimum, 1 day maksimum, Call Resistance, bu da Zero DTE səviyyələridir. Yəni bunun Zero DTE qarşılıqları. Bir də ikinci levellərimiz daha çox scalp edəcəyimiz levellər. Bu 10 dənə qamma səviyyəsidir. Bunlar da sırası ilə birinci daha yüksək ehtimallıdır, ikinci ondan sonra daha yüksək ehtimallıdır. Yəni bu 10-a qədər getdiyi, məsələn 1 10-dan daha yüksək ehtimallıdır, 2 8-dən daha yüksək ehtimallıdır, 4 7-dən daha yüksək ehtimallıdır, 1 2-dən daha yüksək ehtimallıdır. Yəni bu şəkildə. Call resistance nədir? Yəni gəlin indi bu səviyyələr haqqında hər biri haqqında ayrı-ayrılıqda danışaq. Call resistance yəni alış müqaviməti nədir? Tərifi ən yüksək xalis alış opsiyonu qamma riskinə sahib olan strike qiymət səviyyəsidir. Yəni bu hissə, baxın, ən böyük yaşıl dağ hardadır? Görürsünüz burada. Yaşıl diaqram buradadır. Bu bizim call resistansımızdır. Və qiymətin ora gələndən sonra aşağı yönlü reject yeməsi ehtimalı daha yüksəkdir. Niyə? Çünki pozitiv qammada balansdan söhbət gedirsə, burada balansa qayıtmasını market makerların hedjləmə prosesi buradan aşağı yönlü qalxan hərəkəti satmaqdır, düşən hərəkəti almaqdır da. Bu səviyyə ən güclü hedging səviyyəsidir. Yəni market makerlar buradan aşağı yönlü basmaq istəyir qiyməti. Mexanikası bazar yaradıcılarının ən çox call opsiyonu satdığı və qiymət bura yaxınlaşdıqca ən aqressiv şəkildə hedjləmə etmək məcburiyyətində qaldıqları kritik likvid divardır. Qrafikin oxunuşu və struktur sahələri. Pozitiv qamma sahəsi. Baxaq. Spot qiymətin üzərində yerləşən nəhəng yaşıl sütunlar. Spot qiymət baxın budur. Görürsünüz? Qiymət hardadırsa aktiv olaraq onu göstərir spot qiymət. Qrafikdən danışırıq burada.
Yaşasız. Bura bazar yaradıcıları üçün təhlükəsiz və qorunmalı zonadır. Call resistance nöqtəsi ən uzun yaşıl sütunun olduğu səviyyədir. Bu nöqtə bazarın əsas deyə bilmədim. İnstitusional müqavimət divarını müəyyən edir. Qiymət səviyyəyə yaxınlaşarkən arxada nə baş verir? Yəni qiymət yüksələ gedərkən arxada nə baş verir? Siz ekrana qiymətin addım-addım bu hədəfə doğru yüksəldiyini görərkən arxa fonda növbəti mexaniki əmr axını dövr edir. Yəni deltanın sürətlənməsi qiymət yuxarı getdikcə MM-lərin satdığı call opsiyonlarının deltası sürətlə artır. Məcburi satış təzyiqi MM-lər, yəni market makerlər pozitiv qammada olduqları üçün yaranan bu müsbət deltanı neytrallaşdırmaq, yəni sıfırlamaq adına futures bazarında deyək ki, S&P 500 indeksində də bu yüksəliş S1-də, yəni S&P 1-in futures bazarında aqressiv olaraq bu səviyyədən short orderlər yerləşdirirlər, satmağa başlayırlar. Likvidlik divarı qiymət səviyyəyə nə qədər çox yaxınlaşarsa MM-lərdən gələn bu mexaniki satış təzyiqi bir o qədər keçilməz divara çevrilir. Qiymət nəticə rejection, yəni qiymət bu nəhəng yaşıl sütunu asanlıqla yuxarı qıra bilmir, momentum itirir və çox vaxt həmin qiymət səviyyəsindən aşağı doğru sıxışdırılır, rədd edilir. Call resistance istifadə qaydası tək rejection deyil. İki cürə istifadə qaydası var bu səviyyənin. İlk yüksək ehtimallısı rejectiondur, yəni gəlib orada dəysin, düşsün aşağı. İkincisi də nə idi? Qırılma breakoutdur. Gəlin baxaq. Dilerlərin hecləmə təzyiqi. Deməli, qiymət call resistance səviyyəsinə yaxınlaşdıqca dilerlərin short mövqelərində olduqları call opsiyonlarının deltası sürətlə artır. Bu delta artımı dilerlərin qorunmaq və risklərini sıfırlamaq üçün futures və ya spot bazarında aqressiv şəkildə satış etməyə məcbur edir. Bunları siz özünüz də oxuyarsınız. Hamısını, çünki mən ola bilər ki, mənim oxuduğumu başa düşməyə bilərsiniz. Deməli, alıcıların mənfəət realizasiyası. Həm retail, həm də institutional traderlar böyük hissəsi yüksəliş yönlü gözləntilərini ifadə etmək üçün call opsiyonlarından istifadə edirlər. Qiymət, məsələn, deyək ki, aşağıdan almışsınız, hara kimi tuta bilərsiniz? Call opsiyonuna, rezistansa kimi. Deyək ki, burada bizim call rezistans səviyyəmiz var. Aşağıdan alış eləyəndə call rezistans maqnit kimi qiyməti çəkə bilir yuxarı. Call rezistansı bu şəkildə istifadə edib take profitinizi ora qədər daşıya bilərsiniz əməliyyatlar. Yaxud da buralardan əməliyyata girirsinizsə, bilməlisiniz ki, bu səviyyə önəmli bir səviyyədir. Buranın qırılma ehtimalı daha azdır ki, nəinki oradan reject etmə ehtimalı var. O yüzden tipinizi oralara yaxın çatmamış qoyun və oradan təkrardan bazarın nə edəcəyinə baxın. Oradan reject deyirsə aşağı yönlü əməliyyatlarınıza daxil ola bilərsiniz. Və psixoloji qiymət səviyyələri olur. Adətən belə tam rəqəmlər olur. Tam rəqəmlər insanların çoxunun tipi qoyduğu və çıxdığı səviyyələrdir. Və qiymətdə necə qrafikdə necə görsənir? Baxın, call resistansa gəlib qiymət dəyəndə görürsünüz necə reaksiya rədd edir oradan aşağı yönlü. Və ikinci vəziyyətdə breakout vəziyyəti, yəni qırılma. Yeni alıcılar daxil olur. Ora gələndən sonra yeni alıcılar başlayır daxil olmağa bazara. Qiymət call resistance səviyyəsinə yaxınlaşdıqca yüksəliş yönlü traderlər daha da yüksək strike'lara call mövqeləri açmağa və ya mövcud mövqələrini bağlamırlar, daşımağa başlayırlar. Dilerlərin hecləməsi tərsə dönür, yəni dilerlər oradan short eləyirdisə, bunlar hamısı tərsə düşürlər və daha aqressiv şəkildə. Çünki artıq 2 qat zərər edir, həm futuresdə, həm də ki, opsiyonda zərər etdikləri üçün bunları qarşılamaq adına ikisinin də zərərini bağlamaq üçün daha da aqressiv şəkildə bu dəfə alış əməliyyatları açmağa başlayırlar ki, iki tərəfin zərərini bağlasınlar və bu zaman daha da ora qırılandan sonra daha da uzun müddətli trendlər, aqressiv hərəkətlər başlaya bilir breakout yönündə. Dilerlərin hecləməsi tərsə dönür. Əvvəllər pozitiv qammada olan dilerlər indi yeni call opsiyonları səbəbindən artan delta riski ilə qarşı-qarşıya qalırlar. Struktur dəyişiklik, yəni call resistance artıq bir support olmaq, daha doğrusu resistance olmaqdan çıxıb support, yəni dəstək zonasına çevrilir. Yəni bu şəkildə gəlib üstünə çıxandan sonra daha da sərt bir alış baş verir yuxarı yöndə. Bu şəkil niyə belə keyfiyyətsizdir? Belə. Görürsünüz, oranı çıxandan sonra üstünə call rezistansının üstünə qırandan sonra necə aqressiv şəkildə bir alış baş verir. Sonra
Path support var. Sonra negativ tərəfdə qamma diaqramındakı digər alətdə bizim negativ qammamız. Ən uzun qırmızı diaqram bizim path supportumuzdur. Yəni path dəstəyi. Path support ən yüksək xalis put qamma riskinə sahib olan strike, yəni qiymət strike qiymətidir. Strike şeydir, elə bir termin. Opsiyon bazarına aid qiymət səviyyələridir sadəcə. Bu səviyyə dilerlərin pat opsiyonlarına qarşı ən çox risk daşıdığı zonları müəyyən edir. Yəni bu da tərsidir eyni şeyin. Bura gəlib çatanda yuxarı yönlü sıçrayış olma ehtimalı yüksəkdir. Birincisi bu sıçrayışdır. Burada oxuya bilərsiniz xarakteristikalarını. Gəlib o səviyyəyə çatandan sonra sıçrayış baş verir yuxarı yöndə. Yaxud da ki qırılma ola bilər. Qırılma olduğu zaman market makerlar yenə 2 qat həm opsiyon bazarında, həm də futures bazarında zərər etdikləri üçün təkrardan futures bazarında daha da böyük aqressiv orderlər açmaq məcburiyyətində hiss edilir və bura qırılan kimi baxın görün daha sərt bir reaksiya gəlir ardıcan. Qırılıb pullback-ində məsələn girə bilərsiniz short fürsətlərinə. Daha sonra yüksək volatillik səviyyəsi high vol level. High volatility level və bu sarı xəttdir. Bu yaşıldan görsədə yaşıl diaqramlardan keçirik qırmızı diaqramlara. Bu keçid etdiyi sərhəd pozitiv qammadan negativ qammaya keçid etdiyi yer bizim high volatility level adlanır. High volatility level HVL adlanır qısaca. Qamma rejimində pozitivdən negativə yaxud da əksinə bir keçidi ifadə edən keçid zonasıdır. O xalis qamma risk əyrisinin maliyyəndəki inflyasiya nöqtəsindən əldə edilir. Yəni belə bir olay yoxdur. Burada önəmli bir səviyyəmizdir. Burada nə olur? Əsasən pinləmə və stiraş effekti olur əsasən. Cavab bu şəkildə gəlir. Orada qiymət çoxlu zıplayır yuxarıya yöndə. Pozitiv qammada qaldığı üçün burada balanslı olaraq yuxarısında HVL-nin üstü pozitiv qammada, ona görə də konsolidasiya olur və HVL-dən belə dəstək kimi sıçrayışlar gələ bilir. Orada gələn trade fürsətlərini dəyərləndirə bilərsiniz. Yaxud da qırılma və volatilliyin artışı olur. Qırılanda da hara keçir? Negativ qammaya keçir. Görürsüz? HVL-lər ikisi də qırılır. Həm 0DT-nin HVL-si, həm də normal günlük bizim HVL-miz qırılır və sərt bir aşağı yönlü düşüş baş verir. Niyə? Çünki negativ qammaya keçmiş artıq. HVL açar bir konseptdir. HVL-lər sizin bazar rejimini kompasınızdır. Yəni hansı vəziyyətdə onu göstərir bizə. Yəni üzərində isə ortalamaya qayıdış, mean reversion haqqında düşünürük. Yəni konsolidasiya treytləri olacaq həmin gün daha çox. Altında isə momentumlu qırılma, yəni breakout trade strategiyalarımız haqqında düşünə bilərik. Bu sadəcə bir qiymət səviyyəsi deyil, o mövcud bazar mühitində necə ticarət etməli olduğumuzu müəyyən edir. Bir də ki 0DT səviyyələrimiz var. Yenə call resistance, path support və HVL-si var. Bunu da ayrı-ayrıca normal qamma gündəki kimi. Sadəcə bunun qarşısında 0DT yazılır. Bunlar da yenə eyni məntiqdədir. Sadəcə olaraq daha həssas olur. Yəni son gün olduğu üçün daha həssas davranırlar. Bunları mütləq oxuyun hamısını. Baxın 0DT səviyyələri maqnit görəvi görürlər. Yəni qiyməti çəkməyə meyillidirlər ora və çəkir, təkrar gəlir. Və gələndən sonra da reaksiya almağa meyilli olur. Burada da görə bilərsiniz. Bax, bütün səviyyələrin qarşısında 0DT, 0DT yazılır. Bu səviyyələr həssas olduğu üçün tez bir zamanda reaksiyalar gəlməyə başlayır. Sonra günün maksimum və yaxud da minimum səviyyəsi var. Bu sırf ümumiyyətlə Mentor 2-nün bir alətidir. Hər qamma səviyyəsi verən platformada yoxdur bunlar. Bu sırf Mentor 2-yə xas olan bir səviyyədir. Bunları özləri yazılımları ilə təşkilləyiblər bizim üçün. Ümumiyyətlə tam məntiqini bizimlə paylaşmasalar belə önəmli səviyyələrdir qamma cəhətdən. Yəni son günün qapanışına əsasən növbəti gündə gedə biləcəyi ən yüksək səviyyə yaxud da növbəti gün gedə biləcəyi ən dip səviyyə haradır? Bunun ehtimalını bizə verir həmin zonalar və biz bunu qrafikimizdə mütləq şəkildə çəkirik və bunlardan istifadə edəcəyik. Nə üçün əhəmiyyətlidir? Ehtimallara və təxminləri deyil, opsiyon qiymətləndirməsinə əsaslanaraq sizə gün üçün real bir diapazon verir, range verir bizə ki, maksimum bura gedə bilər, minimum bura gedə bilər. Market maker
market makerlər öz mövqelərini bu diapazonun ətrafında hedgeləyirlər və bu da gözlənilən maksimum və minimum səviyyələrin yaxınlığında pinləmə davranışı yaradır. Bu diapazonun xaricinə doğru qırılmalar çox vaxt partlayışlı, yəni artıq market maker 2 qat zərər edir. Bu səviyyələrin üstünə çıxanda, məsələn, maksimum səviyyəsindən normalda aşağı reject, minimumdan da gəlib oradan yuxarı reject verməlidir və bunların üstünə çıxışı market makerların daha aqressiv şəkildə hedgeləmə eləməyinə gətirib çıxarır və bu da trendlərin başlamasına gətirib çıxarır. Aşağıdakı məqsədlər üçün istifadə edirik. Mənfəət hədəfləri, yəni tiplərimizi qoya bilərik və yaxud da tərs edilmə reversal zonaları kimi istifadə edə bilərik. Yəni order flow traderinin ehtiyacı olan şey nədir? Anlıq olaraq order flow'da biz footprintdə və s. reversalları və s. təyin edə bilirik. Bizə məsələn volume profile, TPO bizə zonaları verir, hardan axtarmalıyıq və qamma səviyyələri də həmin zonalarla örtüşəndə daha da up-plus setuplar çıxır, yaxud da heç bir zonamız yoxsa belə qamma levellərindən biz özümüzə level çıxarıb həmin zonalarda artıq biz order flow-la tradelərimizi apara bilirik. Ümumilikdə bu Mentor2 platformasının bizə dediyi məlumata əsasən özlərinin 2019-dan yanvarından 2023-ə qədər avqustuna qədər etdikləri back testə əsasən deyir ki, uğur səviyyəsi nə qədərdir? Bir gün minimum aşağı, yəni günlük minimum səviyyəsindən reject yemək ehtimalı 87.62% win rate. Maksimum səviyyədən də aşağı yönlü reject yemək ehtimalı da 85.0.2%-dir win rate. Yəni olduqca yüksəkdir, tək başına bu levellərdən reaksiya alma ehtimalı və biz də bunu öz order flow, məsələn mentorluqda order flow en qədər footprintdən dönüş təsdiqlər üçün hər şey var. Bunlara həmin səviyyələrdə istifadə etmək artıq bu win rate-i daha da yüksəldir. Yəni maksimum və minimum səviyyələrdən görürsünüz necə də nömrələrdə gəlir nöqtəsəl reaksiyalar ala bilir. Bir də 1-dən 10-a qədər olan scalperlər üçün istifadə oluna biləcək. Gün içi daha kiçik qiymətlər ala biləcəyiniz səviyyələr var. 1-dən 10-a kimidir. Yəni dediyim kimi bu rəqəminə görə daha da yüksək ehtimal olur. Yəni call resistance-dan sonra və ya pat supportdan sonra ən yüksək gamma strike səviyyəsi, qiymət səviyyəsi bu GX1-dir. GX1, GX2 ona qədər var. Bunların da yaranma məntiqi nədir? Məsələn, demişdik ki, bu diaqramda ən uzun olan yaşıl nə idi? Call resistance, ən uzun olan qırmızı da pat supportdur. Və bunlardan sonraki, bundan məsələn sonra ikinci olaraq ən uzun hansıdır? Məsələn GX1, üçüncü olan, dördüncü olan, beşinci olan. Bunlar da 1-dən 10-a qədər sayırıq. Onlar da mütləq ki qiymət reaksiya verir onlara gələndə. Və gördüyünüz kimi həmin baxın GX1 ilə GX5 rəqəmi arasında görürsünüz bir aşağı bir yuxarı, bir aşağı bir yuxarı, bir aşağı bir yuxarı reaksiyasını alır və buradan da siz gün içi scalp əməliyyatlarınızda istifadə eləyə bilərsiniz. Belə uşaqlar, bilməli olduğunuz hər şey bu şəkildədir. Bu Mentor2 platforması, bu bizə qiymət səviyyələrini verən platforma aylıq ödənişləndir. Bu saytına girib baxa bilərsiniz. Bu səviyyələri hələ ki mentorluqdakı tələbələrə özəl mentorluq qrupuna atacağım Nasdaqı və S&P-ni hər gün bazar açılmamışdan qabaq, cash sessiondan qabaq açacağam. Sizə həmin bu levelləri gündəlik trendlərinizdə necə istifadə eləyə bilərsiniz. Belə yaxud da özünüz kim istəsə də özü də alıb aylıq ödənişindən istifadə eləyə bilər. Bunu tövsiyə edirəm ki, hər kəs istifadə eləsin, çünki həqiqətən də çox effektiv olur. Yəni daha da obyektivə gətirir, çıxardır sizin gün içi. Biası obyektivləşdirir deyək ki, bu səviyyələr. Ararınızı böyüdə bilirsiniz və s. və s. Məsələn, 5-ci gün düşən shortu heavy'nin altına qırıb pullback verən kimi axdı getdi, hara kimi pat support'a qədər getdi. Çatmadı heç pat support'a, yəni o qədər getdi və 5-ci gün idi. Bir çox opsiyonun vaxtının bitmə günü olduğu üçün aqressiv bir sell baş verdi. Negativ qamma ilə. Deməli, Mentor2 platforması bu şəkildə mentor2.com saytına daxil olaraq platforma haqqında araşdırmalar edə bilərsiniz. Platformanın içində öyrənmə məlumatları var, zaten oradan öyrənə bilərsiniz. Deməli, məndə hazırda premium hesabdır. Burada gecikməsiz olaraq dataları paylaşır mənlə.
Gamma levellərini bu şəkildə görə bilirəm. End of day yaxud intraday levelləri görüb analiz edə bilirəm. Burada bunun yapay zəkası da var. Yapay zəkada burada level bölməsi var. Bu premium hesablarda girib buradan yapay zəka siz gündəlik hansı assetdə trade edirsinizsə, bunun adını yazırsınız, sizə həmin gündəlik gamma levellərini paylaşır sizinlə. Məsələn, SPX üçün deyək ki, mənə levellər göndərsin. End of day datanı. Daha doğrusu seçmədim ki bunu. SPX. Bunu deyən kimi mənə artıq bu dataları verir. Məsələn, call resistance, battery support, HVL-ni, bir gün maksimum, minimum hamısını lazım olan bütün 10-a qədər GX səviyyəsini, 0 DTS səviyyələri hamısını mənə verir. Bunları mən artıq hələ ki şey atacağım. Daily gamma levels var. Private mentorluğa özel bir bölmə açmışam. Burada paylaşacağım. Ola bilsin ki, irəliləyən zamanlarda public bölməyi də paylaşım gündəlik. Belə. Ümid edirəm hər kəs üçün faydalı oldu. Həqiqətən də çox önəmli bir mövzudur bu. Bunu bu dərsə baxın, PDF-ini aşağı verəcəm. Mənə belə yeni bir sahə olduğu üçün harsa aprelin axırlarından başlamışam bu haqqda araşdırmağa. Özüm belə çox belə təcrübəm yoxdur açığı. 1-2 həftəlik bir baxış marketdə baxmışam, izləmişəm. Bunları izləməyə və trade'imə, yəni izlədiyim müddətcə belə çox effektivdir. Yəni bununla düşünürəm ki, pozitiv gün sayını daha da artırmaq mümkündür. Yəni həftədə demək olar hər günü pozitiv bağlaya bilərsiniz. Bu səviyyələri doğru şəkildə istifadə etməyi bacarsınız və tək bu səviyyələr yenə yetərli deyil. Bu səviyyələri order flow-la birləşdirdikdə artıq sehirli bir şey ortaya çıxır. Uğurlar hər kəsə, ümid edirəm faydalı oldu hər kəs üçün.